Herkese salam. Necəsiz dostlar? Nə var, nə yox? Keyfiniz, əhvalınız inşallah yaxşısınız. Yazmışsınız ki, niyə vlog paylaşmısan? Çünki mahnımı atmışdım. İstədim yaxşı olsun. Ona görə vlog vurmamışam. Hara gedirik Tayfur? Gedirik 50 qəpiyə. Moyka maşın yumağa dostlar. Bugün sizə çox qəşəng maşın yuma vlogu gəlir. Buna baxın, kilin pasın içindədir. Ben maşında oturacağım, bunlar da maşını yuyacaqlar. Bir də maşının kirinə baxın. Vay 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 vay. Bu nə maşın, bu nə çirk, bu nə toz. Dəhşət. Nəysə, indi bunlar yuyacaq, mən də sizdən bölüşəcəm. Yeni görüm, indiyənə kimi 50 qəpikdə Moykada maşını yumusunuz, indiyənə kimi. Yumsan sən. Elvin Naviye bizim qakamız. Ha bax gedir, zəng eləyirdi ki, razinə qalanda. Şey eləyək. Maşın gidiyor. Gedək maşın yuyaq. Gedirdik, yazıq özü yuyurdu. Bilirdi ki, mən yuya bilmirəm. Mənim maşınım da özü yuyurdu, öz maşınım. Tayfur, bu dəfə qaqa, sən dəymə qoy tacir özü yusun, görək nətər olacaq. Yuya bilmirsən, yazıq sən niyə yuya bilmirsən? Yuya bilərəm. Beni yumursan? Ras otorit olurdu deyə. Deməli, özünə əziyyət vermirdin sən. Gözlətməmək üçün elə bir o yuyurdu, tez yuyurdu. Mən o 50 qəpiylə, 50 qəpiylə. Bir dəfə yuyub bitirir də. Doğrudan 50 qəpik, yoxsa necə? Bir manat 50 qəpiklə maşını bilsən nə alardı o? 50 qəpik nə qədər sayılır? Bir dəqiqə qazas su gəldi. Amma bir dənə də qaqaş gəlmişdi. Bəlkə də bir 10 manata gəldi oturdu da 50 qəpik 50 qəpik ata. Maşını yuya bilmirdi. Təhsil ilə 50 qəpik atsan, yoxsa 1 manat falan da tutulur? Şəhər yerindəki 50 qəpiklər yaxşıdır. Rezini fırlanır yuxarıdan, hər tərəfinə fırlanmaq olur. Köpük fırmaq olur bə? Nəysə, dostlar, mən nə yalan deyim? Hələ bəzilərində şey də var da, tostoran zad da var. Birinci dəfədir. Rayondakı rezin fırlanır. Əslində tacir maşını yuduzduracaq Tayfun dedi ki, mənə də ideya oldu. Dedi gedək 50 qəpikdə yuyaq. Deyəcəklər pullar. Telefon deyirəm də. Şeydir dostlar, deməli sizə maraqlı olsun deyə. Onlar çox dərindən yuyur deyə vaxt tapardı. 1 saat vaxt tapar. Deyirik ki, çölünə prosta su vuraq, köpüyü vuraq. Həm də sizlərə maraqlı vlog olsun. Gezişirik, tələsirik. Neçə gündür vlog gəlmir. O da nəyə görədir vlogun gəlməməyi? Çünki mahnı bilirsiniz atmışam dostlar. Ona görə ki, biraz mahnı geçsin. Ona görə 2 gün ara verdim ki, qulaq asasız mən də sizə vlog çəkim. Gedək görək. İlk dəfədir gedirəm 50 qəpik Moyka yumağa. Gedişatın hamısını sizlə bölüşəcəm. Siz əgər yumusunuzsa kommentlərdə yazın görüm. Maraqlı olsun. Çatdıq. Bura işləyir görəm. Hamısı doludur, yer yoxdur. Hə, var yer, boş yer var. Bura verirdi təmiz. İşləyir ora. Nə qədər hamı maşını işləmir. Deyir, bilmirəm, deyir, ver gör. Ver yoxlayır. Oraya yazıb su boz. Nə? Deyir, oradakı çıxır deyir bir dəqiqə. Deyir oradan soruş. Bu maşın qurulur tabii, çıxır. Məncə işləyər də, niyə işləyir də? Hadi aparatına bax. Ver gör. Ha, niyə bu çıxır da, bu nə var? Hə. Ver də bura. Yaxşı gələn kimi yer tapır. Bəxtimiz də gətirdik. Ver qazanır. Bugünkü vlogumu kim səsləndirir? Tayfun. Mən səsləndirməyə çox bacarmıram. Maşını mən yuyum yaxşı. Maşının vəziyyəti bax bu gündədir dostlar. Şeyin içindədir. Şimdi bunu birazdan par yuyayım, tərtəmiz. Ayaq yolla. Ayaq yolla. Qəpik atırsan. Uç köpük. Sen onu halat sen tut telefonu. Köpüğe bas. Ha? Köpüğe bas. Ne sen? Ha budur. Basmışsan da.
Üstünü batırarsan ha. Qapın yaxşı, qapın yaxşı. Qapını. Vay yavaş elə. Deməli dostlar, birinci səfərdir. Öz başımıza gəlmişik. Ne oldu? Tutardı? Sen ne edirsən? Bana göre. Bir dakika çəkişir olsa. Belə vurmalıdır, bir qulpu olmalı. Qulpu yoxdur onda. Bak orada. Köprüyü bak, köprüyü. Nazır müəllim maşının keşke ayağı Kaçarlar aralarına sığmasın. Bence bunun çok çubuğu yok. Oluklarını yok da. Bakacağım diyor. Ne kadar zor bağlı. Bende 2 tane. Olmuyor. Yaxşıdır yoxsa bu köprüye? Yaxşı. Haydi. Bak, derinden yumuruq, elə belə tozdan alır, tamam. Yaxşı. Çok az kalsın belə. Qalsın, hə. Abi üstüne kalsın da. Gözlə bəni. Deməli dostlar, bunlar hələ çöldə çəkiliş eləyirlər. Mən də oturmuşam maşının içində. Görürsünüz, hər yer köpükdür. Amma ki, bayaqdan 50 qəpiyə, adı 50 qəpikdir. Heç, tacir bayaqdan qalıb belə. 2 manat atıb hələ köpük vura bilməyiblər. İndi çöldən çəkən videonu da buradan yerləşdirəcəm, baxarsınız. Bunlar bu köpüyü vurana kimi 2 manat gedib. Görüm neçə manatla yuyub bitirəcəklər. Ən gözəli də verərdilər Moykuya. 5 saat deyil. Mən də gözləyirəm. Bayaqdan 50 qəpik vururlar, heç 1 dəqiqə olmur, dayanır. Vururlar, heç 1 dəqiqə olmur, dayanır. Hələ köpüyü tam vura bilməyiblər. Tacir deyir, bu nə məsələdir? Tacirə baxın. Bunlar köpüyü vurana kimi 1 dəqiqə indi suluyur səhv eləməmsə, hə. Bir köpükdən qutardı, keçirlər suya. Hal-hazırda Tacir bəy iş başında. Hadi elə. Görək necə yuyacaqdır. Son halında sizlə bölüşəcəm. Çaşam belə yer olardı, tam qapalı olardı. Xanımlar da yuya bilərdi, amma nə qəşəng olardı. Elə yer bilirsiniz. Əslində belə maşın falan yuyanda məncə stres atır, hə qızlar qəşəng. Tacirə baxın. Yo. Tayfun da çəkiliş eləyir. Arxa qaldır. Tacir yox. Kaş mən də yuya bilərdim. Nə qəşəng stres atardım. İndi deyəsən təkərləri yürüyür. Xanım bura qalıb baxır. İş yaxşı yuya bilmir dostlar. Görək bacara biləcək bu işi. Amma nədənsə suya çox verdi. Köpüyə amma az verir. Köpüyə hardasa 2 manat verdilər. 1 dəqiqə olsa belə, yəni 1 dəqiqə deyil də.
Amma yaxşı təmiz oldu, baxın. Tam bitsin, görək necə olur. Mən də sıxılmayayım deyə burada sizlə biraz söhbət edeyim. Neynirlər? Tacirə bax. Yo. Təmiz. Neyse diyəcəkdim, hissi yadımdan çıxdı. Çəkiliş heyətləri, sayfamı tapşırmışam. Vlog çəkilişi. Bunlar güya indi maşın yürürlər də. Sağ ol tacir. Yolan bazar ha. Həmişə aparır verir dostları, eləyir. Köpük fıranda görərdiniz. Köpük yanır bir də, Ama yine yuğa böldü. Şu sayfına bakıyorum. Deyəsən tacir neysə düz eləməli. Görək tam olaraq neçə dəqiqəyə yudular. Güya moykaya vermədilər ki, tez olsun. İndi görək bunlar neçə dəqiqəyə yudu. Güya tez olsun deyə moykaya vermədilər. Biri özləri neçə dəqiqəyə yudub bitirəcək. Bu arada qızlar, dənizdə bayağı yanmışam. Buna baxın. Necə yanmışam. Sözümü yaxınlaşdım. Tayfını suladı. Tayfın təmiz paltarı su oldu. Gəlin sizə biraz mahnı oxuyum. Nə mahnısı oxuyaq? Bu arada siz də mahnımı bəyəndiniz. Nəysə baxış o deyil qızlar. Gülkay ilə çox sual yazmışsınız ki, nə oldu Gülkay ilə oxuyacaqdınız. Qızlar, mahnı tam istədiyimiz kimi olmadı deyə mən tək olan versiyasını attım YouTube'a sizin üçün, intizarda qalan izləyicilərim üçün. Bekarçılıqdan bilmirəm nə danışım. Elə 4 dəqiqədir, mən çəkirəm 4 dəqiqədir. Bunlar güya tez. Necə dəqiqəyə hazırsınız? Salam. Necəsiz Tayfur bəy? Üstümü sumayla deyil elə. Bilirəm, gördüm, bayaqdan çəkəcək. Köpüğü biraz yağırsın canlar. Yaxşıdır məncə. O birisini götür, o birisini. Su bastığını o birisini götür. Köpüktü, daha bu rengi yoktu bu. Terden köpüğü vurdu. Saniye var ya. Yani ben... Aynen. O birisini götür, o birisini. O birisine bak, o birisi vurur naporu. Saniye var ya, saniye tez ele. Saniye demiyorum. O da napor. İyi ha. İş bu değil mi? Ver. Budur dostlar. İbrahim. Saadet mən öldürəcəyik. Səsləndirməni bacarmıram. Belə başa çəkirəm yana. Qəşəng ibarlarını da bu. Boy çatmır.
Məncə çox dərinə düşmə lazım deyil. Ürəklə elə qoy, ürəklə. Ürəklə işləm mami. Şuna çok yağlı, var mı? Bir de bahsedelim. At qalanla mən yiyeyim. Hadi yürüyorum özüm. Bakın dostlar, 50 qəpiyi buradan atırsınız. Suyu batırsınız. Ha budur. Adil mənim salam. Hanımlarım salam. Necəsin? Ekrana da su oldu. Ekrana da su düştü. Ailesine çöreği kazanan elinde sana. Saadet et sana. Allah'ım bacım. Maşına ele bakır, ele bakır. Dostlar siz de hele sen yerinde olanda gelip burada 50 qəpinizden yiyebilirsiniz. Senin ay dedim. Temiz su elədim ben. Ne kadar ercekler. Aga buralarını da söktük ona değil. Kaç salam budur. Çəkdim oldu. Bayağı su vəziyyətinə bakın. Saadet kalın sana. Sen üstümü su elədi elə. Kardeşim, temiz su oldun getir. Çay abilimiz neçə dəqiqədir çəkirsən sən Allah? Neçə dəqiqə yumsuz? 6 dəqiqə. Hələ 6 dəqiqə, ondan da qabaq çəkmirsən. Görək nə bacarmısın? Görək də görək nə eləmişsin, nə bacarmısın? Ay Allah. Siz destim, siz destim. Gel lan. İndi mən yürürəm. Qaldı qəpiyosa manat tutar. Qəpi yoxdur səndə? 1 manat sonra da qahın. Bura qəpik olar. Amma qardaşımız çok deyir da, yoksa de prosta o kurulamak için istifadə olan şey ne değil o İlan dərsi də nədir, ceyran dərsi də ondan yox. Həmişə moykada yazırıq, dəfə dedi özümüz edirik.
Sən qaqaşa dönəndə dönüm 2 dənə 50 qəpik ver də. Hansına hardansı da. Birinə soruş sənin. İndi mən yürürəm. İndi sıra Tayfundadır. Tacir yarıqdı, keçdi Tayfuna. Gördü yağmur, öyle uy. Tacirdə siz nələr var. Gördü yuya bilmir. Tez telefonu verdi. Tez suyu verdi Tayfuna ki Tayfun yusun. Tayfun tez atasının maşınını yuyur deyə bilir də, tam anlayışı var. Tacir yumur, əli quru, ayağı quru verir moykuya, elə bilir asandır. Elə qəşəng tez yuyub verirlər ki, ancaq çəkiliş eləyir. Çəkiliş eləmək asandır axı. Çox bilmiş bilirsiniz nə var tacirdə. Oy. O da sizə səsləndirmə eləyir. Dedim ki, bunlar səsləndirmə eləsinlər, vlogu çəksinlər. Mən də təbii ki, burada yəni məni də görəsiz də, mənim də bu gül cəmalımı görəsiz. Yaman çətin şeymiş qızlar maşında oturub gözləmək. Ay toba. Gedəcəyik elə buradan çıxıb mağazaya. Bilirsiniz bizim mağaza Yasamaldadır. Gedəcəyik ora. Tacir oradan təzə mallarımız gəlib özünə geyimlər falan götürəcək. Ondan sonra nə edəcəyik? Ondan sonra da bilmirəm nə edəcəyik qızlar. Hələ planlaşdırmamışıq. İnşallah onu da planlaşdırıb sizlə bölüşəcəm. Amma dediyim kimi də vlogu biraz geç paylaşmağımda məqsəd o idi ki, mahnıya görə. Elə hər gün vlog gələcək. Qızlar, 6 dəqiqədir mən çəkirəm. Yəni bunlar necə güya Tayfun deyirdi ki 5-10 dəqiqəyə yuyacağıq da güya. Allah bilir indi 6 dəqiqə mən çəkirəmsə bir 15 dəqiqə falan da Tayfun onlar çəkirdi. Bunlar necə yəni tez yuyurlar mən bilmirəm. Amma şüşə zat təmiz oldu ha qızlar. Prosta qurulamağa nəsə aldılar axı. İndi növbə gəldi Tayfuna. Tayfun da təkərləri yuyur. Mən maraqlıdır ki, görən neçə manatla tam bu ərsəyə gələcək. Kaş qızlar üçün olsa biz də gedib yüksək, ay Allah. Hər şey oğlanlar üçündür, yazıq qızlar. Belə bir dənə yer ola, sırf ancaq qızlar girə də 50 qəpiyə. Girə belə maraqlı, qəşəng oladı, zəriyuya. Maraqlı stres atalar. Amma haradadır bizdə o bəxt. Tayfun nə edəcək? Oğul Tayfun. Tayfun profesionallaşıb ha. Qardaşım bir profesionallaşıb. Yu qardaş yu. Burada baxın qızlar, su vosk yazılıb. Yəqin su buradan atılır. Orada köpük yazılıb. Köpük də oradan atılır. Ay, sıxıldım o gözləməkdən ay topa. Tez yuyub bitirsəydilər. Sana bu dəqiqə kraskasını danışacaq maşın. Haybo. Gəl deyə burasını da elə. Bax görsən şey buferi. Bufera bax bufera. Kim ne oluyor da? Ağarsın abi. Adam beni bakıyor. Yaxşı deyil abi.
Çox isti var, dəhşət istidir. Yaxşıdır, getdik. Ala. Bax ora. Burada bunun yeri buraydı. Все. Az sağ ol. Üst tarafa çəkirdim. Bak, yüngülvari qurulayardı. Hə? Qurulayardı. Yo 3 manat. 3 manat. Cüzgülərin zaten. Məncə 2 manat elə çöküyor. Nə tayfı? Cüzgülərin yüngülvari qurulayardı. Çilək qırılacaqsan Allah Tayfur, tələsin. Ləşədə alacaq axı cüzgülər. neçə manat çöpüyü oldu? Sən köpüğü Məncə biraz... 2 manat çöpüyə getdi. Köpüğü biraz çaşdırdı bizi. Tezgədirdi düşöpün vaxtı. Çubuqlu olmalıdır çünki bunlarda çubuq yoxdur deyə. Saçdıqca Məncə görə. siz maşını silməlisiniz. Burada Məncə də. kimdən əski almaq olmaz. Məncə soruşum. Vallahi Tayfun Əski olardı. Bunların özlərinindir. Biz birinci səfərdir. Maşın bura gətirir. Şilək qırılacaq. İçərsiz. Yəni qara maşın şüşə kimi. Toz deyil. Belə izləri qalır. Hə, rahat. Hə dostlar, toz yeyəcək. Toz yeyən kimi. Ahədi. Ahədi nə olur? Davay. Yaxından vurma ha, kraskanı da tökərsən. Nə oldu? Allah oldu? olsun. Yuduz qurtardınız? Və necə qurulayacaqsınız? Yo elə külək qırılacaq. Çöldə hamı qurudur axı. Bizim əslimiz yoxdur. Siz də alında. Onu gələ. Soruş görərdən almaq olar. Oy, alnımdan gedən suya. Neçə dəqiqəyə yuduz? Bir də neçə manatla yuduz bitirdiniz? 2 manat eləmədi. Necə 2 manat eləmədi? Köpüyü 3 dəfə deyəndə axı. 3 manat. Məncə 2 manat elə köpüyə getdi. Nə tayfı? Cüzgülərin yüngülvari qurulayardı. Külək qırılacaq. Dostlar gəldik, çatdıq mağazaya. Gedək görək nə var, nə yox. Necə gedir işlər. Necə gedir alver. Elə alver var. Bir dənə bir şey fikir vermişəm. Biz ki orada olduq ha. İnanın Allaha. Bir də mağaza necə dolursa, bizim belə bir ayağımızdan tərsənə olmasın. Əgər alveriniz getmirsə, bizi çağırın, gərək duraq orada. Ruzi bərəkətli bayramı. Partlasın. Millətlə dolsun oralar, dolub daşsın. Bu arada mağaza McDonald's-la üzgürüz dostlar. Monster Baku. Görün hələ burada Ruzi də kim var. qardaşın gözləyir burada, sigaret çəkə-çəkə fikrindən. Sənə demişəm ki, çıxıb çöldə sigaret çəkmə. Otur, alverini elə. Nədir? Çöldə nə var? Gərək biz gələk çölə. Gəlmişdinizin başına. Gəlmişik, xeyir olsun çöldə gəlsən. Düşdü videoda. Dostlar, baxın McDonald's-la üzbüz Monster Baku. Bu arada cütlüklər də buradan gəlib alıb geyinə bilər. Baxın nə gözəl geyimlər gəlib. Ekskluziv. Bayramımızda səndə var nə yox? Çox qəşəng. Mahnı. Baxın dostlar, çox qəşəng kolleksiyalar gəlib. Katan sarışqalar, hər rəng. Baxın, hər rəng sarışqalar, qəşəng cins şalvarlar.
Qəşəng endirim var bayramda görüm nə endirimlər var. var. Bir-birindən gözəl modellər gəlib, koptalar, şalvarlar, nə qədər var istəyirsiniz, hamısı yeni gələn modellər. İzləyicilər kiçik ölçü geyimlər Hər axtarırdı. tarzda modeli yalnız Monster vaxtda tapa bilər. Bəli, hər ölçüdə də var. S, M, L, XL, 5XL-ə qədər geyimlər var. Baxın, burada şok endirim 17 manata olan köynəklər istəyirəm göstərdim sizə. Yaxşısanız necəsiz? Baxın, materialına çox gözəldir. Baxın, 17 manata olan köynəklərdir bunlar. Bunlar yeni gəlib, bunlar hələ ütülənir. Sonra 13 manat olan köynəklər var. Baxın dostlar. Burada olan hər biri gördükləriniz 13 manatdır. Yəni çox vaxt belə yazılır qiyməti. Gələndə qiymət dəyişir, amma elə deyil. Bax, burada gördüklərinizin hər biri 12 manatdır. Belə qiymət heç arda yoxdur yəni. Baxın, burada qəşəng geyimlərdir. Köynəklər. Yəni bizim mağaza bilirsiniz ki, nömrə 1-dir. Hansını? Bax, burada Pardon. Ora kimi Hamısı S razmerdir, hə? hamısı təzə gəlib. S-dən 5XL-ə kimi. Baxın, belə köynəklər var. Hər rəngdə var. Hissiyədə olanlar da. İndi tacir cinsin əynində də görüşəcəm sizlə. Materiallar da ki, görürsünüz, yəni hər biri superdir. Tayfur bəy, necədir vəziyyət? Vəziyyət pis. Niyə? Benim kirləndi Moykadan sonra mən. Maşını yuyandı üstün batır. Moykadan sonra mən. Hala balacı olmasaydı. Hə? Neçə razmerdən, neçə razmerə kimi dediniz Rozi bəy? S-dən 5XL-ə, 3XL-ə kimi, nə istəsən. Yəni balaca ölçüdə də artıq geyimlər mövcuddur dostlar. Sonra deməyin ki, bizə geyim yoxdur. Hər birinizə geyimlər var. Yəni mən modelləri seçirəm, Ruzi bəy də gətirir. Nə gözəl köynəkdir bu. Mənim seçsiniz, görürsünüz mənim zövqümü. Zövqümdən yoxdur. Vurursunuz yoldaşlarınızı qolunuza, rahatlıqla gəlirsiniz. Və bu arada bizi 16, 17, 18, 19 yaşında yəni böyük valideynlər var ki, izləyir, övladların anası. Rahatlıqla övladlarınızı götürüb buradan geyimlər əldə edə bilərsiniz. Tacir bəy artıq geyimlərini seçir. Burada çox çıxmayacaq. Bunlar bir geyinib. Onlara uyğun şalvar da ver də, Ruzi bəy. Qaranlıq olsun şeylər. Bundan köynəklər hələ çəkək dostlarımız üçün. Baxsınlar. Dostlar, gəldik videomuzun sonuna. Videomuzu burada sonlandırıram. Tacir elə geyimlər seçir. Ona görə mən də istədim videomuzu burada sonlandırım. Sizi çox sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərimsiniz. Öpürəm sizləri. Allah'a emanet olun. İnşallah növbəti videoda görüşənədək.